Tamam, 5-ci günün sualların izahına baxırıq. 71 nömrə test tapşırığında reaksiya verilibdir və reaksiya üçün doğru ifadələr göstərilir. Birincidə deyir ki, mis2 müsbət iyonu təyin reaksiyasıdır. Bəli, mis2 müsbət iyon təyin reaksiyası demək. Yəni bu iyonun əmələ gətirdiyi çöküntü olmalıdır reaksiyada. Və burada mis2 müsbətdir. Oksidaşma dərəcəsi göstərir. Və göy rəngli bir çöküntü yaranıb burada. Bu düzdür. Göy rəngli çöküntü alınır. Bu da düz. Neytrallaşma reaksiyasıdır. Xeyr. İki mürəkkəb maddə arasında reaksiya mübadilə reaksiyasıdır. Neytrallaşma da mübadilənin içində gedən bir növdür ki, turşu və əsas arasında olmalıdır. Bu əsas var, amma bu turşu deyil, bu duzdur. Buna neytrallaşma deməyimiz düzgün deyil. Doğru ifadə deyəndə 1-2-ni, yəni A variantını götürəcəyik. 71 nömrəli növbəti sualda hidratlaşmış iyonda A-nın yerində hansı iyonlar ola bilər? Deməli, müsbət və mənfi yüklər bir-birini cəzb etdiyini bildiyimiz üçün biz müsbətin yaxınlaşması nəticəsində, yəni bu A-ya, bu demək ki, A mənfidir ki, müsbət tərəflər buna yaxınlaşır. A deməli mənfi olmalıdır. Bu da brom ola bilər, xlor ola bilər, bu kationlar yox. Anionlar, yəni 3 və 4 cavab cəbərdə olacaq. Daha sonra 63 nömrəli test tapşırığına baxırıq. Yalnız anionlardan ibarət olan sıranı göstərir. Yəni mənfi üçlü iyonlar. Burada müsbət var, müsbətlər var, müsbət burada var. Cavab B variantı. Daha sonra 44 nömrəli test tapşırığından baxırıq. 2 mol natrium xloridin tam elektrolitik dissosiasiyasına. Natrium xloridin elektrolitik dissosiasiyasına, yəni iyonlara ayrılmasını yazırıq. Plus xlor mənfi. Bu 1 mol dissosiasiya nəticəsində hərəsindən 1 mol əmələ gəlir, ümumilikdə 2 mol iyon əmələ gəlir. 2 mol natrium xlorid tam elektrolitik dissosiasiyasına maksimum 2 iyon əmələ gəlir. 2 moldan da əgər 1 moldan deməli 2 mol əmələ gəlirsə, onda 2 moldan da X olacaq. Bir də aşağıdan 1 moldan 2 mol iyon əmələ gəlirsə, 2 moldan X, buradan X bərabərdir 4 mol. İndi bunu hissəçilərin sayına soruşduğuna görə 4'ü də vuracaq. Avogadro'dan 6,2 vur 10 üstü 23'e, bu deyəcək 24 onda 8 vur 10 üstü 23, ya da ki burada görə cavab elə bir cavab yoxdur. Burada elə bir ki vergülü sola çevirib üstü yüksəldiblər. Yəni bunu bu formada da yaza bilər. 408 vur 10 üstü 24. Yəni bununla bu eyni şeydir, ona görə A variantını götürəcək. Daha sonra 26. suala baxırıq. Arginium nitrat üstəgəl natrium ortofosfat, anlar arginium ortofosfat, natrium xlorid. Sarı rəngli çöküntü alınır. Bəli, sarı rəngli çöküntüdür. P4 təyin reaksiyasıdır. Bəli, yəni təyin reaksiyası, yəni bu iyon elə bir metalla birləşsin ki, çöküntü alınsın və həqiqətində alınırdı. Neytrallaşma reaksiyası da yox. Neytrallaşma reaksiyası bir daha deyirəm, turşu və əsas arasında olan reaksiya, yəni plus bunlar arasında olur. Burada iki duz arasında reaksiyadır. Bu mübadilədir sadəcə. Yəni iki mürəkkəb maddələrin tərkib hissəsi bir-birinə dəyişir. Əgər bu mürəkkəb maddə bir əsas biri turş olsaydı, o mübadilənin içində olan bir neytrallaşma növüdür. Amma burada iki duz arasında, buna görə 3 səhvdir. Doğru cavab bizdən doğrunu soruşur da 1 və 2, yəni B variantı olacaq.